Afrikanın relyefi. Atlas dağları, Tukkal zirvəsi 4165 metr, Kap dağları, Əjdaha dağları 3482 metr, Adamava dağı, daha sonra yerləşir Axaqqar yaylası, ən hündür zirvəsi Tahat 2918 metr, Tibesti yaylası, Emikusi 3415 metr, Darfur yaylası, Marra platosu, ən hündür zirvəsi Himbala 3088 metr, Efiopiya yaylası, ən hündür zirvəsi Rastaşin 4620 metr, Şərqi Afrika yaylası, Kilimanjaro dağı 5895 metr və burada yerləşir Jos platosu. Daha sonra ən alçaq nöqtəsi Assal gölü -157 metr və Kattara çökəkliyi -133 metr. Daha sonra Nubiya səhrası, Liviya səhrası, Böyük səhra, Kongo çökəkliyi, Kalahari səhrası və Namib səhrası. Avstraliyanın relyefi. Böyük su ayrıcı dağları, cənub hissəsinə Avstraliya Alpları deyilir. 2228 metr Kosciuszko, mərkəzdə yerləşir Macdonald dağları, qərbində yerləşir Qərbi Avstraliya yaylası, cənub hissəsində yerləşir Nullarbor düzənliyi, Macdonald dağlarının şimalında yerləşir Böyük Qumlu səhrası, Böyük Qumlu səhrasının daxilində Barkli platosu, cənubunda yerləşir Böyük Viktoriya səhrası, Macdonald dağlarının şərqində yerləşir Sipson səhrası, qərbində yerləşir Hibson səhrası. Daha sonra Sipson səhrası ilə Böyük Sayız dağları arasında yerləşir Böyük Artezian hövzəsi, daha sonra Darling hövzəsi və Murray hövzəsi. Ən alçaq nöqtə isə Eyr gölü -16 metr. Daha sonra Yeni Zelandiya adalarında Şimal adasında Ruapehu vulkanı, Cənub adasında isə Cook dağları 3764 metr.